cümlə qurmaq istəyirsən. İlk həmişə fikirləşməlisən ki, nə inəsən də, nə boyda cümlə olsa da, cümlə yalnız birinin digərinə olan hərəkətidir. Xəbər öndən gəlir. Bunlarda yox. Niyə ki? Bax, variz nümunəsi I love you. Bütün cümlədə belə qoyulur. I see you, I love you, I hate you, I look for you, I understand you. Ən mürəkkəb cümlədə önündə 5 dənə də söz önü olsa, nə olsa fərqi yoxdur. Məqsəd kiminsə, kiməsə qarşı və ya nəyəsə qarşı nəsə etməsidir. Bu isə quruluşu nədir? İngiliscədə ən bəsidir, dünyada ən bəsidir. Yəni, feil dəyişmir şəxsə görə, tamam, məsələn, I go, I come, bizdə dəyişir, hallanır və s. İndi məqsəd nə olmalıdır? Mütləq icraçının kimdir? Cümlədə icra edici tərəf var da. İcra edici tərəfi həmişə yadında saxlamalısın, həmişə cümlənin feilini axtarmalısın, hərəkətini. Bir də zaman da, neçə cür cümlə olur. Tamam, indi, bax, giriflərim var da orada. Bəsit cümlələri başına bırax, çünki bəsit cümlələr asandır. Yəni, I go, I come, I see. Yaz, cümlə iki yerə bölünür. Məsələn, istənilən cümləni götürüb iki yerə bölürsün. Kiçik cümlə və ifadə. Bu bilirsən nədir? Ümumiyyətlə, insanın dili, yəni dünya insanının dili budur. 1, 2, 3 prinsipidir. Bax, I see you, I love you, I drive car, I go home. Yəni, kiçik cümlə ilk iki sözdür. O demək ki, orada iki söz olmalıdır, orada modal feildə artırıla bilər. I can go, okay, oldu üç söz. Amma yenə də kiçik cümlədir. Kiçik cümlə icraçı və hərəkətdən ibarətdir. İcra edici tərəf və feil. Nədir o? Məsələn, bir dənə misal. Mən dərs keçirəm. I teach.